Naxçıvan şəhərində tələbə oğlan məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edib. Lentazın məlumatına görə hadisə Naxçıvan şəhərində baş verib. Şəhər sakini 2007-ci il təvəllüdlü Zakir Məmmədov Şərti ad soyadlı şəxs TikTok sosial şəbəkəsində Aytən adlı qızla tanış olur. Danışıq zamanı məlum olur ki, 2010-cu il təvəllüdlü qız orta məktəbin 10-cu sinifində oxuyur. Zakirlə Aytən bir müddət danışsalar da görüşmürlər. Bir gün Aytən Zakirə əsəb olduğunu bildirir. Zakir də onunla görüşmək istədiyini deyir. Onlar küçədə görüşürlər. Məlum olur ki, Aytənin atası anasından ayrılıb və onlar əlaqə saxlamır. Aytən bildirir ki, bu gün onun atasının ad günüdür, amma onunla əlaqə saxlaya bilmir. Zakir Aytəni sakitləşdirmək bəhanəsi ilə kirayədə qaldığı evə aparır. Evdə Zakir Aytəni qucaqlayır. Bir müddət sonra o, qıza cinsi əlaqədə olmaq təklifi edir. Zakir Aytəni inandırır ki, onunla ailə quracaq. Zakirin yalanlarına aldanan Aytən onunla cinsi əlaqədə olmağa razılıq verir və onlar qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra isə Zakir Aytənə evlərinə getməyi tapşırır və evdən çıxarır. Aytən polisə məlumat verir. Səhəri gün polis əməkdaşları Zakirin oxuduğu texnikuma gəlir, onu saxlayırlar. Faktla bağlı cinayət işi başlanır, iş məhkəməyə göndərilir. Naxçıvan şəhər məhkəməsinin hökmü ilə Zakir Məmmədov 1 il azadlıqdan məhrum edilir.